Səhiyyə Nazirliyi və Paşa Holding tərəfindən fərqinə varmaq layihəsi çərçivəsində Göyçayda erkən müayinə can qurtarır aksiyasına start verilib. 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil olunan aksiyada qadın sağlamlığına xüsusilə diqqət yetirilib. Aksiyanın məqsədi insanları erkən müayinəyə cəlb etmək, sağlam həyat tərzini təbliğ etmək və xəstəliklərin vaxtında aşkarlanmasının vacibliyini vurğulamaqdır. Paşa Holding və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə layihəsi olan fərqindəlik çərçivəsində ölkənin 24 rayonunda erkən müayinə can qurtarır şüarı ilə səyyar müayinə, təbliğat və maarifləndirmə kampaniyasına başlanılıb. Milli Onkologiya Mərkəzinin həkimləri və endokrinoloqlar Göyçay sakinlərini ilkin müayinələrdən keçirdi. Məqsəd xəstəlikləri zamanında aşkarlayaraq ağırlaşmaların qarşısını almaqdır. Baxdığımız 40-a yaxın pasiyentlərin arasında 8 qadında süd vəzlərində onkoloji baxımdan patologiya aşkarlandı və müvafiq tövsiyələr verildi. Müayinələrimiz nəticəsində çoxlu sayda insanlara erkən müayinənin əhəmiyyətini aşıladıq. Məqsədimiz bu layihə çərçivəsində xəstəlik sayının azaldılması, insanları daha da çox maarifləndirməkdir. Motivasiya hər sahədə önəmlidir. Xüsusilə sağlamlıq kimi ciddi mövzularda insanlar qorxularına qalib gəlməyi bacarmalı, erkən müayinəni vərdiş halına çevirməlidirlər. Fərqində ol, erkən müayinə can qurtarır.